Salam dəyərli izləyicilər. Bikasın bugünkü qonağı tanınmış psixoloq Samirə Bağırovadır. Xoş gəldiniz Samirə xanım. Xoş gördük. Samirə xanım, istərdim başlayaq birinci sualımdan ki, bu günləri biz heç kim məsələ ki, boşanmalar statistika baxımından pik həddədir. Amma hüquqşünaslar da bildirirlər ki, onlar yəni bu boşanma davalarına işləyirlər. Vəkillərin sözlərinə görə məsələn bu boşanmaların əsas səbəbi xəyanətlərdir. Amma xəyanət mövzusunda bizdə bir insanların mental dəyərlərdən belə çəkinərək toxunmadığı bir mövzulardır. Xəyanət adətən araşdırmalar da var. Bununla bağlı beynəlxalq araşdırmalara görə xəyanətlərin əsas səbəbi ondan qaynaqlanır ki, cütlüklər arasında cinsi uyğunsuzluqlar var və yaxud da ki, ayıblı düşüncəsindən insanlar bir-birlərinə, yəni kişi və qadın öz cinsi istəklərini rahat şəkildə deyə bilmirlər. Qadın ehtiyatlanır ki, mən bunu deyərəm, mənə ailədə, nə bilim, öz yoldaşım mənə pozğun gözündən baxar. Kişi də deyir, yəni eyni düşüncədədir ki, mənə yoldaşım tərbiyəsiz gözündən baxar. Ona görə öz ehtiyaclarına digər, yəni başqa xanımlarla ödəyirlər və ona görə də xanımlar, başqa bəylərinin fiziki tələbatlarını. Bəli. Yəni bu fikirlə nə dərəcədə razısınız? Həqiqətən bu səbəblərdən biri. Mən deməzdim ki, bu əsas səbəbdir. Bəli, boşanma sayı çoxdur. Bir dəfə mən dedim ki, boşanma inkişafdır. Biraz rezonans yaratdı bu fikir. Nəyə görə? Çünki əvvəllər insanlar dözməyi seçirdilər. Bu günləri insanlar artıq dözməyi seçmirlər. Və mən deməzdim ki, xəyanət məsələsi və yaxud da cinsi uyğunsuzluq əsas səbəbdir. Bəli, səbəblərdən biridir. Mən deyirdim ki, bizdə cəmiyyətdə, insanlarda emosional boşluq, anlayışa gələ bilməmək, ən böyük problem ünsiyyət problemi. Çünki biz əgər gəlsək o məsələyə ki, cinsi uyğunsuzluq özü hardan yaranır? Ünsiyyətdən. Biz ünsiyyət qura bilmirik. İstər bu sevgi münasibətlərində, istər ailə münasibətlərində ki, pis başa düşər, sətiraltı məna axtarırlar. Ən böyük qlobal problem budur. Bir də ümumiyyətlə bir neçə il əvvələ qədər insanların psixoloqa, yəni belə deyim də münasibəti biraz fərqli idi. Mən gizlətməyə çalışırlar ki, psixoloqa gedirəmsə mənə insanlar dəli gözündən baxır. Bu tendensiya artıq dəyişir insanlarda. Bəli, dəyişməkdədir. Yaxşı ki, sivilizasiya yavaş-yavaş bizə də toxunur bu sahədən. Amma bir məsələ də var ki, bəli, biz psixoloqa bugün müraciət edirik. Amma insanların çoxu düşünür ki, mən bir dəfə seansa getdim, artıq psixoloqda olmuşam. Hətta valideynlər düşünürlər ki, uşağımı müəyyən kurslara yazdırmışam, hətta psixoloqa da aparmışam. Düşünürlər ki, psixoloqa gediş bir seansla yekunlaşır və həmən dəqiqə nəticə gözləyirlər. Yəni, bu çox yanlışdır. Bəli, psixoloqa müraciət çoxalıb, amma bu o demək deyil ki, yəni bir seansla nəticə olacaq və bəziləri hətta deyirlər ki, o psixoloq nədir, qoy mən də gedim, o dırnaq arası deyək də, qoy mən də deyim ki, mən də psixoloqda olmuşam. Biraz şöhrətpərəst cəmiyyəti ki, o kimlər nəyi çox edirsə, qoy mən də edim, ayaqlaşmaq məsələsidir. Psixoloqla, belə deyək də, nə deməkdir? Emosiyaları idarə etmək sağlam düşüncə deməkdir. Psixoloqa gedən yol sağlam düşünmək məqsədi ilə gedilən bir yoldur. Və bu, insan ömür boyu, hətta yaşlanana qədər inkişaf edir də. Mən həmişə bir söz deyirəm ki, gənc vaxtlarda düşüncənizin sağlığına diqqət edin ki, biz bədənimizə diqqət edirik, qidamıza diqqət edirik, idmanla məşğul oluruq, bugün yogalar, meditasiyalar, amma ən önəmli nədir? Düşüncə. Birinci növbədə düşüncəni lazımdır qaydasında sağlam etmək ki, o yaşlananda sonra deməsinlər ki, ağsaqqal olub, nə bilim, yüngül olub və indi çox yayılıb, baxın bu sözlər özünə apara bilmir, yəni çox önəmlidir. Bir də Samirə xanım, ümumiyyətlə siz bu insanlarla gündəlik işləyirsiniz. Sizcə ümumiyyətlə cəmiyyət olaraq Azərbaycan cəmiyyətinin ən böyük psixoloji problemi nədir yəni? Ən böyük psixoloji problemlərimizdən biri odur ki, qeyd elədiyim kimi, biz ünsiyyət qura bilmirik normal şəkildə, biz emosiyalarımızı ifadə edə bilmirik. Hətta seansda olur, cütlüklər də gəlirlər. Biri-birinin yanında cütlük seansı, hətta deyə bilməmək.
psixoloqun yanında axı bir növ açıb deyirsən, yoldaşımın bu cəhəti, mənfi cəhətləri xoşuma gəlmir. Onu belə danışmağa çəkinirlər ki, hə, sonra evə gedərəm, mənə deyəcək ki, sən niyə mənim o tərəfimi danışdın psixoloqa? Və ona görə ən böyük problem biz ünsiyyət qura bilmirik və bir balaca mənəvi kasatlığımız var. Mən düşünürəm ki, bu təhsildə inkişaf etməlidir, sistem dəyişməlidir. Əgər bugün biz heyvanlara, necə deyirlər, qayğı öyrəniriksə, görürüksə, mərhəmət, təbiətlə davranmaq, eyni zamanda da insanlarla hansı şəkildə davranmaq emosiyaların ümumi şəkildə idarə olunmasıdır. Və bu, mən düşünürəm ki, məhz təhsildən gəlməlidir. Aha. Bir də bu ümumiyyətlə son vaxtlar məşhur bir insanlar arasında söz var, depressiya, nə bilim psixoloji travmalar. Bu günlər məsəl üçün bizim hər birimiz uşaqlığımızda öz ata-anamız vururdu, amma bu günləri uşağın belə üstünə səsini uzatmırlar ki, o nə bilim uşaq travma yaşayır, depressiyaya düşür. Elə böyüklər də mən depressiyaya düşürəm. Həqiqətən də insanlar depressiyaya düşür, yoxsa artıq depressiya mühərzəm olub, amma artıq insanlar bunu gizlətmirlər prosta? Əvvəllər bəli, insanlar ümumiyyətlə depressiya sözünü çox istifadə etməzdilər və heç hələ də davam edir. Bəzi adamlar deyir ki, mən heç bilmirəm depressiya nədir. Bəlkə də problemlərimizdən biri odur ki, duyğunu adı ilə deyə bilmirik. Məsələn, rus dilində, ingilis dilində çox sayısız, sonsuz sayda duyğuların adını demək olur. Sonra deyirlər Azərbaycan dili kasatdır, mən ona qarşıyam. Çoxdur, sadəcə mütaliə eləmək, belə də mütaliə problemimiz də var. Söz bazamız kasad olduğuna görə biz hiss etdiyimiz duyğuları ifadə edə bilmirik. Depressiya, bəli, əvvəlkinə nisbətən, əvvəlki illərlə müqayisə etsək çoxdur. Niyə? Çünki bugün müqayisə, sosial müqayisə var, bugün təzyiq var, bugün göz görür, müqayisə edir. Bugün yararlanmaq, yararlı olmaq cəmiyyətə mən nə etsəm, gələcək qayğıları var, təşviş, həyəcan və bu kimi bir çox belə deyək, əhvalı pozan müqayisəli təsvirlər var ki, bəli, insanı depressiya sala bilər. Eyni zamanda şəxsi həyat, belə deyək, iqtisadi həyat, maddi həyat, iş həyat problemi və bugün artıq açıq şəkildə insanlar bunu etiraf edə bilirlər. Hə, indi bəzi insanlarda var, bu pasiv şəkildə ola bilər. O hiss edə bilməz ki, depressiyadadır. Depressiyanın çünki növləri də çoxdur da. Amma yenə də inkişaf gedir. Və artıq heç olmasa nələrisə insan ifadə edə bilirsə, bu demək deyil ki, depressiya əvvəl yox idi, örtülü şəkildə idi. İnsanlar o hissə ad verə bilmirdilər də. Bugün sosial şəbəkə var, insanlarda informasiya çoxluğu var və artıq nələrisə heç olmasa bəzi hisslərini adla ifadə edə bilirlər, emosiyalarını. Bir də sosial şəbəkələr toxunca, növbəti sualım bu haqdaydı ki, bugün biz yerimizdən durar-durmaz hər birimiz əl-üzümüzü yumadan belə ilk işimiz telefona baxmaq olur ki, yəni telefonda, sosial şəbəkələrdə nələr var, kim nə yazsa baxışımdan. Bu ümumiyyətlə özü telefondan asılığımız, sosial şəbəkələrdən asılığımız insan həyatına necə təsir edir, belə deyim, mənfi və müsbət mənalarda? Sosial həyat, şəbəkə bizim həyatımıza təsir edir. Həm mənfi tərəfdən, həm müsbət tərəfdən. Mənfi tərəfləri odur ki, unutqanlıq, fikir dağınıqlığı, gündəlik həyatda fiziki bədən olaraq bizim alacağımız dopamin hormonu da, o həyəcandır, hədəf qurmaqdır, plandır, arzudur, adrenalin hissidir. Biz onu normalda idmandan, bu qeyd elədiyim, sadaladığım məsələlərdən alırıq. Amma bu günləri sosial şəbəkədə bizə o verir hər şeyi. Yəni biz səhifələyirik, ağlayırıq, kədərlənirik, sevinirik, gülürük, qəmlənirik. Bütün emosiyalar orada olduğuna görə və zaman-zaman artıq bu insanın motivasiya hissini aşağı salır, unutqanlıq, qeyd elədiyim kimi yuxu problemi, fikir dağınıqlığı və bir çox psixoloji pozuntulara gətirib çıxara bilir. Məsələ burada başqadır. Məsələ burada bir də beynin vərdişi var axı. Bir şey bir neçə dəfə təkrar olacaqsa, həmən onu vərdişə alır və siz dediyiniz kimi insan yenə səhər yuxudan duranda artıq onun beynində gündəlik görəcəyi işlər formalaşmalıdır. Amma artıq telefonu götürdüyü təqdirdə bütün emosiyaları orada çıxardır və günlük edəcəyi işlərə artıq motivasiyası qalmır. Və burada sadəcə olaraq insanlar özləri diqqətli olmalıdırlar. Hansı tərəfdən necə istifadə etmək? Mən düşünürəm ki, o valideynlərə də deyirəm, rejimlə olmalıdır. Hətta burada yaş həddi də rol oynayır.
tanıyır, hansı yaşda nə qədər telefon istifadə etməlidir. Eləcə də yetişkin insanlar özləri də buna diqqət etməlidirlər. Bir də Samir xanım, biz davamlı olaraq işləmişik sizdən də bu məişət zorakılığı, qadın cinayətləri problemi var. Bunun kökündə mən hər zaman demişəm, əsrlərdir nənə-babalarımızdan gələn mental dəyərlər dayanır. Hansı ki, nənə-babalarımızın formalaşdırdığı dırnaqarası ər, qardaş, ata, nə bilim, kişi stereotipi var ki, mən həmişə demişəm ki, bu kişi stereotipi darmadağın olmadığı müddətcə o zorakılıq və cinayətlər aradan qalxmalıdır. Amma mental dəyərlər bir türlü bölgələrdə hələ də inkişaf edir. Biz mətbuat olaraq, məsələn, şəxsən mən özüm digər saytlarda həmkarlarım bunu darmadağın eləmək üçün yazarlar var. Məsələn, Kübra Xamdoxazdan, Axaraz və digər saytlardan. Amma biz məsələ burası ki, bu yəni tam olaraq dağılmır. Yəni sizcə ümumiyyətlə psixoloji olaraq insanlarla işləyirsiniz də, nə zaman dağılacaq, nə zaman artıq o qadınların belə deyim, boğazında olan o kişi belə deyim, caynağı bir növ aradan qalxacaq. Belə deyək də, tam inkişaf etmiş ölkələrlə biz müqayisə etsək, mental dəyərlər heç vaxt dağılmır əslində. Transformasiya olur. Başqa bir dəyərlərlə əvəz olunur. Və bu yeni nəsil gəldikcə hər dəfə yeni qaydalar gəlir, yeni dəyərlər ortaya çıxır. Sadəcə olaraq bizim ölkə olaraq, cəmiyyət olaraq problemimiz odur ki, mən bunu bir neçə dəfə də səsləndirmişəm. Bizdəki qurulan sistem 150 il öncə, mən bir dəfə araşdırmaya çıxdım, baxdım ki, 150 il öncə ego dəyərləri üzərindən, struktur üzərindən yaranıbdır. Ümumiyyətlə, bütün sistem, bütün struktur və heç bir inkişaf etmiş ölkədə keçmişin o mental dediyimiz dəyərlər 150 il davam etmir. Bu inkişafdan qalmış deməkdir. Belə deyək də, müasir dildə desək, hər ölkənin kodlaşmış şuuru var. Şuur necə kodlaşır? Təhsil sistemi ilə. Bizdə isə köhnə 150 il öncədən ego sistemi üzərindən hələ də davam edir bu struktur. Sıfırlanmalıdır təhsil sistemi. Yeni bir struktur yaranmalıdır. Bu da o deməkdir ki, yeni kodlaşdırılmış şuur yaranır, cəmiyyət yaranır. Və təbii ki, 20 il sonra, 30 il sonra artıq tam inkişaf etmiş ölkələrlə biz eyni addımlaya bilərik. Nə qədər ki, bu təhsil sistemi sıfırlanmayacaq, bizdə hələ uzun müddət, belə deyək də, bu mental dəyərlər gedəcək, biz oradan çıxmayacağıq. Bu da inkişafdan qalmaq deməkdir. Çünki texnologiya ola bilər ki, sürətli inkişaf edir, tibb inkişaf edir, müxtəlif sahələr inkişaf edə bilər, biz onunla ayaqlaşa bilərik. Amma şuur dəyişmirsə, transformasiya olmursa və köhnə ilə davam edirsə, bu inkişafdan qalmaq deməkdir. Sevgidə ümumiyyətlə insan sizcə ümumiyyətlə ürəyinin hissəsinə qulaq asmalıdır, yoxsa ağılına mı? Çünki bəzən bir xanım ta ki, çox maddi imkanı aşağı olan bir bəyə aşiq olur və s. və yaxud da ki, xəyanətə uğrayır, amma ürəyi deyir ki, yox, yəni sən hələ də ona sevirsən, amma ağılı deyir ki, yox da, yəni sənin qürurun var, sən artıq münasibəti bitirməlisən, yəni nəyə qulaq asmalıdır? Tez-tez mən bu sualı eşidirəm. Ümumiyyətlə, insan ağla qulaq asmalıdır, beyinə, yoxsa ürəyə. Yalnız, belə deyək, ürəklə emosional olaraq qərar vermək, bu, belə deyək də, kör-körənə yaşamaq deməkdir, kör-körənə çöküş deməkdir, dibə özünə atmaqdır. Yalnız beyinlə hərəkət edəmək, bu biraz soyuq qərarlar, soyuq məntiqlə yanaşmaqdır həyata. Onda da heç bir emosiya olmayacaq. Belə deyək də, insanın yaşadan axı hisslər emosiyalardır. Önəmli olan bu ikisini birləşdirməyi bacarmaqdır. Təbii ki, buna zaman-zaman həyat təcrübəsi lazım olur və yaxud da, yəni qeyd elədiyimiz kimi, insanlar daha çox bugün bu psixoloji mövzuları dinləyərək, psixoloji, emosional olaraq özünü idarə etməyi öyrəndikcə, savadlandıqca artıq ortaq məxrəcə gələ biləcəklər. Bir dəfə bir deyim var idi, qarşıma çıxmışdı belə bir sitat. Deyir ki, yelkən ürəkdir, amma bu sükan, gəminin sükanı ağıldır. Bunları birləşdirəndə gəmi lazım olan nöqtəyə gəlib çatacaq. Emosiya təbii ki, təcrübə olmadığı zamanda yeniyetmədir. Gənc yaşlarda insan emosional olaraq zaten yaşayır və bir təcrübə toplayandan sonra artıq başlayır məntiqlə qərarlar verməyə də. Yəni, mütləq ikisini hiss etmək, birləşdirməyi bacarmaq lazımdır. Çox təşəkkür edirəm Samir xanım. Mən təşəkkür edirəm. Söhbətə kimi qəbul etdiyiniz üçün var olun. Çox sağ olun.